Dostlar, bu videoda biz o vaxtı qrafikdə nəyə fikir vermək lazım idi ki, 4 hissə çəkmişdim. Birinci, ikinci, üçüncü, dördüncü danışa-danışa ətraflı deyə göstərdə sizə göstərmişdim. Bizim analiz üsulumuz klassik analiz üsuluna uyğun idi. Bir də sifariş bloklarına uyğun idi. Klassik analiz üsulu, yəni trend xəttlər, trend xəttdən qalxışları və yaxud da trend xəttdə dəyib düşüşləri və s. və sifariş blokları, yəni order blok sizin dildədirsə, onlara uyğun idi. Ondan sonra nə baş verdi və necə oldu və mən sizə dedim ki, yəni daima analizdə heç nə dəyişiklik etməyəcəm və mən sizdən göstərəcəm ki, müəyyən bir vaxtdan sonra, müəyyən bir zamandan sonra qrafikdə yəni nələr baş verir, necə olur, nə cür olur. Düzdür, biz hardasa analiz eləyəndə səhv eləmirəmsə qiymət buralardaydı və biz bu zamanlarda gördüyünüz kimi biz yəni nə çizmişiksə, nə eləmişiksə, hamısı birə-bir qalıb burada. Yəni biz burada yeni heç nə əlavə eləməmişik deyə yeni nəsə əlavə. Əslində bu hissədən düşüşdə biz burada əlavələr eləməliydik. İndi isə həm də qrafikin gedişatı zamanı əlavə eləməliydik. Bunu sadəcə mən elə belə deyəndə elə belə deyil, prosta sadəcə sizə müəyyən bir məqamları göstərmək üçün, müəyyən bir məqamları izah eləmək üçün ki, yəni konseptlər çoxsu, yəni elə də yəni boş şeydir, yaranıb ki, sizin fikirlərinizi yayındırmaq üçün. İndi burada biz bir dənə məqama fikir verir. Bax, burada düşüş verdiyi zaman gəlib hara dəyir? Bizim buradan götürdüyümüz, bu bir hissədən biraz bura götürdüyümüz bizim ölçümüzdür, gözümü, yəni trend ölçümüzdür. İndi diqqətlə fikir verin. Bunu bizdə niyə burada işlədi? Ona görə biz burada götürmə eləndə bunlar lojni proboyladır. Bəziləri burada bizdə trend xəttinin gedişatında bu hissəni, bax gördüyünüz kimi bu hissəni buradan belə çəkəcəkdi. O heç, bunu qoyaq qırağa. Biz ümumiyyətcə niyə götürdük, nə üçün götürdük, orada video çəkmiş. Sonra qalxış zamanı gəldi, biraz böyüdünüm, günlükdədir. Gəlin günlük eləyə 4 saatlıq. Bir balaca bizə rahat olsun. Oldu mu? Yəni çoxlar bəzəndir. Fikir verin. Burada düşüş zamanı gəlib dəyib və sonra qalxış verdi. İndi isə biz fikir verin. Gəldikdə növbəti dəfə bizim altdan çəkdiyimiz xəttə uyğun işləyib. Ondan əlavə, burada sifariş bloku yaranıb. İndi isə gəlin burada biz sifariş blokuna diqqət yetirək. Düzdür, çoxları deyəcək ki, sifariş bloku bu şamdan sonra FVG yaranıb və s. və s. Gəlin, mən sizə bir söz deyim. Bax, sifariş bloku bu qırmızı şamdır. Real sifariş bloku bu hissədir. Yəni, bu hissədən biz qalxışları gözləməliyik. Onun üçün də hələ heç mən sizə bu barədə söhbətə düşüşü buracan təxminən olacağını fikir və yaxud da burada bizim xəttimiz və s. Növbəti dəfə niyə buranı qırıb, gəlib buradan üz aşağıdan düşüş verib, mən sizə dediyim kimi sifariş blokumuz bizim bu hissədir. Ümumiyyətcə, real sifariş blokumuz o hissədir. 5 hissəyə baxsa sizə artıq kifayət eləyəcək. Burada bax, gözümü. Növbəti dəfə gəldikdə yenə də buradan qalxış verib və buna götürsə. İndi bizdə nə baş verir? Bizim trend xəttdən gördüyünüz kimi düşüşümüz alınıb. Növbəti dəfə. İndi isə buradan fikir verin. Sonra buranı keçdikdən sonra bu həmən trend xətt bizdə nə rolunu oynayıb? Dəstək rolunu oynayıb. İndi 5 dəqiqəliyə gəldikdə, bu hissədə 5 dəqiqəliyə, bu hissədə 5 dəqiqəliyə. 5 dəqiqələ uyğun açanda, stopu yerləşdirəndə və s. sənin çox olur, yəni məsafə. İndi burada bu əsas sifariş bloku bu şamdır. Gördüyünüz kimi bu şam sifariş blokudur. Getdik, sonra növbəti dəfə buradan qalxış verdi. Gəlin bir biz baxaq. Bu hissədən, görürsünüz, bu hissədə sifariş bloku yerləşib. Çoxlar deyəcək ki, sifariş bloku budur. Əslində, bizdə sifariş bloku bu qırmızı şama uyğun götürməz. Görürsün, baba. Gördün mü? Götürdün qırmızı şama uyğun.
Bax, bura gəlib çatana yaxın düşüş. Bunu yığışdıraq, bunun bizə elə də önəmi yoxdur. Getdik növbəti xəttlərimizə görə. Çəkdiyimiz bizim xətt. Onu qırdıqdan sonra onun üstündən bir təkan verib, 2 təkan verib görürsünüz. İndi 5 dəqiqəlik qoyaq qayağa, 5 dəqiqəlikdə heç başqa. Burada işarəmizi qoymuşduq. Bizdə sifariş bloku dayanırdı. Arxasında likvidlikdə olsa bu şamdan sonra yəni düşüşlər başlayır və bu bizim göy şam sifariş blokudur. İndi ora gəlinə yaxın düşüş verib, tam toxunmayıb. Elə bir məqamlar da olur arada. Sonra ikinci bizə nə kömək eləyəcək? Əgər bu xətti qırırsa, artıq aşağı gedirsə, biz bir dənə də əməliyyatımızı xəttimizə görə buraxa bilərik. Ona görə bizdə trend xəttləri bizim köməyimizə çatır. Hansı bir vəziyyətdə gəlin bir dəyib qalxıb. Görürsün, bu qırdı, biraz aşağı düşdü. 5 dəqiqəlikdə sən bunu aşağı verdin. İndi ondan əlavə sən burada başqa bir şamların düzülüşünə baxacaqsın. Tutalım ki, sən bunu aşağı verdinsən. Bir alınmadı. İkincisində görürsən, qırdıqda sən getdin. Üçüncüsündə qırdıqda sən artıq qazana getdin. Görürsün, trend xəttlərdir, dəstək və müqavimətdir. Sifariş bloklardır, klassik analizə uyğun hərəkətlər sənə həmişə qazandırır. Ondan sonra bu düşüş verdikdən sonra gəldi növbəti dəfə buranı qırsa da, növbəti dəfə qalxışı buradan verdi. İndi buradan tam ki sən pay gözlüydün. Pay. Stop olsan, növbəti buradan tutdun. 5 dəqiqəlikdə sən elə də itirməyəcəksən. Söhbət ondan gedir. Ondan sonra sifariş bloklarına uyğun baxırsansa, bu hissədə sifariş bloku bu şamdır. Bu şam. Bu şam sifariş blokudur ümumi. Buradan tutam ki düşüşə oturmuşsan, müəyyən qədər düşdü, bağladın, 5 dəqiqəlikdə indi baxır da burada biraz böyük bir rəqəm olar və s. Və davam elədi. Buradan davam elədi. Gəldi bu xəttimizi qırdı. Bu xəttimizi qırdıqdan sonra burada gəlib bizim işarələrimiz durmuşdu. 60.000-dən 59. Görürsünüz, 2 işarəmiz durmuşdu ki, buradan qalxış olacaq. Fikir verin. Buradan qalxış verdikdən sonra gəlib və düşüşdə bu xəttimiz bizim, gördüyünüz kimi xəttimiz bizim funksiyasını yerinə yetirib, indi günlüyə qoymuşam deyənə, 4 saatda qoymuşam deyənə, bir balaca burada arada fərqlər olub, bu boyda fərqlər böyük bir şeydir. Çünki 5 dəqiqələr uyğun mən götürməmişəm. Və burada gəlib fikir və ikinci dəfə qalxış olub, üçüncü dəfə qalxış olub. Bu xəttimiz 1, 2, 3 dəfə işləyib. Fikir verirsinizmi? Hansı ki, bu xəttimiz fikir verin. Buradan gəlirdi. 1 burada işləyib. 2 işləyib. 3 işləyib. Baba 1, 2, 3. Buradan düşən, indi göz təxmini götürmüşəm. Hələ tam uc hissəsində, baba tam uc hissəsində deyil bu. Bir balaca burada. Təxmini biraz da dəqiq götürsəm, lap əl ola. Bu təxmini çəkmişdim vaxt. İndi ondan əlavə. Qoyduq onu qırağa. Burada işarəmiz var idimi? Burada işarədən qalxışları gedirdimi? 60.000, nə bilim 59.000 və s. Düzdür, pozmamışam. Amma bu videodan sonra bundan hamısını təmiz siləcəm. Özümə uyğun analizi aparacam. Çünki özümə uyğun analiz bu üsullarla deyil dostlar. Bunu sadəcə sizə göstərmişəm. Klassik analizindən də xeyir tutmaq olur. Sizə adi bir şey gəlir yəni. Disiplinini stabil işləsən, əlbəttə ki. İndi gedək. Sifariş bloklar klassik analizə adiyyəti yoxdur. Burası mən sifariş bloklar özüm əlavə eləmişim ki, bir balaca elə bir gücləndirici olsun. Sonra fikir verin. Bu hissədə düşüş zamanı buranı götürüb, bu hissədə sifariş bloku budur dostlar. Bu şam sayılır. Bu şam bizdə sifariş bloku sayılır. Hansı ki, bu şamı gəlib bu test edib düşüş verir. Bu şam. Ona görə tam sifariş bloku haqqında ətraflı bilməyən insan bu şam, bu tərəfin likvidliyini götürüb. Ondan sonra FVG yaranmıyor. Görsünmü? Yaranmıyor bundan sonra FVG. Yəni, müəyyən qədər qalxış gedib, ondan sonra təzədən düşüş gedib. Bu, gəlib bunu sifariş blokunu test eləməlidir. Bunu bilən insan bu zonadan seli gözləməlidir. Ona da burada 2 dənə bizim trend xəttlərimiz var. Qoyaq bunu qırağa.
Gözmü, bəzi məqamlar sifariş bloklarını tam düzgün aparıb gizlədir, arxada onu tam tapa bilmir. Bizdə 3 dənə qayda var. Elə vaxt olur ikisi düşür üst-üstə, elə vaxt olur biri düşür. Ona görə bəzən biz işlədikcə bu silləri mən hamısı öz tələbələrimə izah eləmişəm, ətraflı başa salmışam. Yəni çətinlik çəkmirəm. Getdik indi. Növbəti hissədə. Bax, bu hissədə sifariş bloku qırmızı şamdır, düzdür? Bax, bu hissədə sifariş bloku bu şamdır. İndi biz də götürək, bax, heç nə demirəm. Qalxış verirsə, hələ günlükdən söhbət edirik. Elə insanlar günlük şamına görə açır. Və buradan gəlib çatana yaxın biz düşüş gözləyəcəkdik. Ən azı bax, buna görə də gözləyəcəkdik. Bu bir. İndi burada qrafik gedib deyəni yox, burada deyəcəksən bunu göstərdim. Buradan biz əməliyyata girəcək, bura stopu qoysa düşüşü gözləyəcək əlbəttə ki. Bu. İkincisi, bax, burada sifariş bloku bu hissədir. Yəni bu hissənin ən azından gövdəsini gözləməlisən sən, gövdəsinə kimi ən azından biz. Çünki bu böyük bir hissədir. Deyəcəz ki, buradayıq, çünki bundan sonra FVG buradan başlayır. FVG buradan başlayır və sizdə indikator FVG-yə görə götürübsə, bu hissəni götürəcək hardasa təxmini. Ona görə biz əgər FVG-yə görə işləyiriksə, bu FVG dəyib qalxışı düşünürüksə, başqa şey, amma sifariş bloku götürürüksə, ümumiyyətcə bizim sifariş blokumuz düzgün götürsə, bu hissədir dostlar. Bizim sifariş blokumuz bu hissədir. Bir dəfə toxunub qalxıb sifariş blokumuza, ikinci dəfə toxunub qalxıb sifariş blokumuza, gəlib üçüncü dəfə toxunub qalxıb sifariş. Niyə buradan sonra aşağı gedib? Ona görə aşağı gedib ki, insanlar dediyim kimi buradan stoplarını yerləşdirib ki, buradan belə və buradan da artıq stopları yığıb gedib düzgün sifariş blokunu təyin eləyə bilmirlər. Sifariş bloku çünki orada var konsept kimi, var konsept olmayan fasonu, yəni sifariş blokları. Burada da növbəti dəfə bu gəldikdə, dostlar, bu gəldikdə fikir ver, bura yaxın düşüb. İndi burada da yüngülvari buranı götürə bilərik sifariş bloku. Bunu götürsə biz sifariş bloku buna yaxın düşüş verib. Aşağıdan da qalxışları bildinizdə, yəni bir partiya gəlib yavaş-yavaş düşə-düşə. İndi burada əgər biz götürsək instrumentimizi istifadə eləsək, bu haqda video var, baxa bilərsiniz. Görəcək ki, bizdə burada maraq nöqtəsi bu hissədir. Və bu maraq nöqtəsinə uyğun hərəkət edib və gəlib buradan da insanları götürüb və sonra müəyyən bir zamanda qalxıb. Niyə? Çünki bu fikri aşağıya kimi gəlib. Şamın gövdə hissəsindədir, mən tələbələr izahlanırsa, Şamın gövdə hissəsində ən çox burada fəaliyyət burada olub. Ona görə təxminən sadə üsulla deyirlər ki, adətən Şamın gövdə hissəsini götürürlər. Çünki fəaliyyətlər ən çox orada olub. Burada isə alıcı və satıcıların fəaliyyətləri elə də olmayıb. Yəni güc çatdıra bilməyiblər. Alıcılar satıcıları üstünlüyü təşkil edib. Yəni fitil kimi də qalıb. Sadə bir üsulla beləncə fikirləşək deyə. Burada sifariş bloku yarandı. Buradakı sifariş bloku mən sizə izah elədim. Buradan gəlib test edib düşməsin. İndi burada sifariş bloku böyükdür deyənə. Gələcək biz götürəcək sifariş blokun bu hissəni götürəcək. Əslində deyəcək ki, bu hissədə sifariş bloku. Ona görə fikirləşəcək və buradan təxminən Amma FVG qaydasına görə biz buranı gözləyə bilər. Biz burada gözləyə bilmərik ki, sifariş bloku bizdə bir də budur. Nə olsun ki, indi beləncidir. İndi buradan bir düşüş gözü. Zona, bilmək üçün zona. Future-də, indi mən günlük göstərdən fərqi yoxdur. 5 dəqiqəlik olsun, nə olsun. 67 mindən, səhv eləmirəmsə, haradaydı o 67 mindən? 69 mindən qiymət düşmüşdü, hara? 63 minə. Fikir ver. Ayın neçəsidir? Ayın 26 fevralda 63 mindən 69 min. O vaxtı mənim yadımda da. Söhbət ki. Bu kimi hara düşdü sifariş blokuna kimi. Gözün. Çoxları sifariş blokun bu hissəni götürür. Gözün. Gəldi bunların stopun yıxdı. Amma fikirləşmirlər ki, bu hissədən aşağıda sifariş bloku budur. Sifariş bloku budur. Buradan qalxış ola bilərdi FVG-yə görə. Amma gözmü, o gəldi əsl sifariş blokuna görə qalxdı. Çünki əsl sifariş bloku bu şamdır. Yaşıl şamdır. Bu qırmızı şam deyil. Başa düşdünüzmü? Ona görə buradan aşağıdan qoyanların hamısını stopun yığıb aparıb tık. Bunu mən tələbələrimə izah eləmişəm. Mən ətraflı başa salmışam ki, necədir, nə cürdür. Bildiniz fikri? Üstəlik bu şam əvvəlki şamları udub. Əvvəlki şamları udmaqdan əlavə likvidliyi də götürüb bu tərəfdə. Slom struktur və s. belə deyirlər vəziyyət əmələ gəlir və buradan qalxış gözləmə olardı. Buradan sıçraş gözləmə olardı. Çünki düzgün sifariş bloku budur.
Buradan da düşüş gözləmək olardı. Düzgün sifariş bloku budur. Fikir verdinizmi? Görün, bəzi məqamlarda, indi burada mən gözüm, sizə dediyim kimi, qrafik getdikcə biz orada işarələrimizi qoymalıyıq. Bax, bu zona, bu zona. Bax, bütöv götürəm. Mən web qrupda insanlar üçün Türkçə 2 dənə video paylaşmışam, amma gəlib məndən mənim öz analizimi öyrəndikdə o insanlar artıq 4-ünü də biləcək mənim analizimə daxil olur. Və mənim analizimə daxil olan hissə bir də bu hissələrdir. Bunlar nədir? Tələbələr bilir. Və bura çatana yaxın biz müqavimət gözləməliyik. Yəni müqavimət baş verməlidir. Bax bu hissəyə yaxın. Burada isə bizdə bax sifariş indi deyəcəklər ki, FVG bu hissədə bax sifariş bloku götürəndə sifariş bloku. Bax bu hissə deyəcəksiniz. Çünki bu şamdan sonra bu hissə deyəcəksin. Amma dərindən götürəndə biz əgər özümüzü sıxıb, bax bu hissədir bütöv. Biraz altdan düşmədi, lap belə fitrinə yaxın qoymadı ki, bax bu hissəyə uyğun biz bilməliyik ki, bu boyda zonadır bizdə. Amma prosta biz özümüzü sığortalanmaq üçün bir balaca elə bir ki, necə deyim, baba, biz bunu təxminən bu göy şama görə götürməliyik. Göy şam damcısı bu tərəfi götürür ki, biraz da məsafəmiz azalsın. Əgər kimsə istəsə gövdəyə kimi gətirə bilər. Fikirləşirsə göy şamın gövdəsinə kimi götürə bilər. Çünki burada FVG qutarır, dəyib həm düşmək, həm ondan sonra bu sifariş bloku yaradıb burada dəyib düşmək. Düşüş gedirsə, baxıb görürsən ki, belə bir vəziyyət əmələ gəlibsə, şamın udulması və s. dönüş pattinlərinə uyğun məsələn insan, sən artıq fikir verin, bu bura gəlinə yaxın girişivi verir. Bu şamdan girişivi vermək olardı, bu şamdan. Və stopun da təxminən beləncik olacaqdı ki, təxminən stopun buradan da düşüşü sən xeyir götürəcəkdin. Yəni, ehtiyac, sən əvvəlcədən oturacaqdın belə deyə pozisiyalarda. Burada da bir dəqiqə, belə bir vəziyyət əmələ gəlib şam, amma burada sən stopu biraz yuxarı qoysan ki, gəldikdən buradan düşüşləri də odur. Əvvəlcədən o bazara girmək metodları da var. Adətən o getdikcə bəzi şamların quruluşu, o haqdadır. Gözü dönüş pattinləri kimi sizlər üçün paylaşmışam. İndi burada düzdür, əlavə nəsə çəkə bilərdik, nəsə eləyə bilərdik və s. deyəcəksiniz. İndi biz onun hayında deyilik, yəni. Biz burada nəsə çəkməyə götürüb əlavə, belə deyim desən, sadə üsulundan gəl danışam, götürüb əlavə tutalım ki, buradan bura xəttimizi atmağın və s. gördünüzmü? Biz bunu eləməliydik, baxmalıydıq, buradan qalxışı gözləməliydik və s. Görün, indi mən burada bəzi məqamları çəkməmişim, bəzi məqamları gözləməmişim, köynə qaldığını izah edirəm. Gözün, bazar getdikcə biz işləsəydik, burada da görəcəkdik ki, görürsünüzmü necə? Heç bir mən konsepsiya danışmıram. Mən sadə üsullarla, qrafikdən sizə söhbət edirəm. Bitcoindir, manipulyasiyadır və s. Düşüş verdi, manipulyasiyadır dostlar, düzdür, manipulyasiyadır, manipulasiya. 10 dənə manipulyasiya varsa, çalış onun 3-ünə düş. Məsəl üçün, 7-sinə düşmə. O manipulyasiyadır. Düşüş zamanı qalxış, düşüş zamanı qalxış, düşüş zamanı qalxış. Manipulyasiyadır dostlar, əlbəttə ki, manipulyasiyadır. Bitcoin manipulyasiyadır. Mən futuredən uzaq durla, manipulyasiyadır. Əlbəttə ki, mən əgər bazara girsəm konseptlərlə, məni yiyəcəklər burada. Məni market makerlər udacaq diri-diri. Niyə udacaq diri-diri? Səbəbi sizə göstərirəm. Görürsünüzmü? Sadə qrafiki baxmağa heç bir indikator istifadə eləmədim. Mənə EMA-dır, nə bilim, RSI-dir və s. Gördüyünüz kimi, işarə qoyulub, ölçü qoyulub, haracan təxminən düşüş verdi, buradan qalxış, girdin əməliyyata. Bildinmi? Burada stopun məsafəsini götürürsən, təxminən işlədiyi və gəlir. Həmə bir fərq yoxdur. Bu 5 dəqiqəlikdə olsun. İstəyib 1 saatlıqda olsun. Onun tapadı yoxdur dostlar. 5 dəqiqəlik oldu, 1 saatlıq oldu. Analiz üsulu eyni. Prosta böyük time framelərdə böyük sıçrayışlar olurdu. Yəni, mən böyük sıçrayışlara uyğun sizə göstədirəm. Kiçik time framelərdə də analiz edib gəlsən. Yəni, ona görə
mən öyrətdiyim insanlar, onlar future-də lüboy bir altcoin açıb analiz edir. Lüboy bir altcoin. Bu mənim analiz üsulum, sırf bu analiz üsulum deyil mənim. Yenə də deyirəm, sırf bu analiz üsulum deyil. Prosta sizə rahat olsun deyəm. Bu ömrünüzün axırınaca işləyəcəyiniz mövzulardır. Ömrünüzün axırınaca. Yəni ki, bir ömür boyu işlədəcəksiniz. Bir ömür boyu. Sizin köməyinizə çatacaq, sizin yardımınıza çatacaq, sizə dəstək olacaq bu üsullar. Bir ömür boyu, bilirsinizmi nə deməkdir? Gündə 10 dənə konsept öyrənincə bir ömür boyu. Bu klassik analiz üsulu vasitəsilə mən dedim, sifariş bloklarını əlavə elədim. Əslində, bura sifariş bloklarını əlavə eləməliyəm. Klassik analiz üsuluna bir balaca EMA-dır, RSI-də əlavə ilə başlayırlar işləməyə. Və yaxud da alligatordur, nə bilim, bəzilər yeni hücum maktini də əlavə edir. Amma mən burada sadəcə indikatordan istifadə eləməyim deyənə bunlardan iştifa. Gözüm, mən əvvəlcədən bilirəm bu hardadır. Mən əvvəlcədən bilirəm bu nə deməkdir. Mən əvvəlcədən xəttimi atmışam. Mənə RSI lazımdır, xeyir lazımdır, RSI. Mən təxminən gözüm ki, buradan qalxışı var. Girəm əməliyyata. Sən özün özünə inanmasan, batacaqsan həmişə. Başa düşdünmü? Öz strategiyaya inanmalısan. Yoxlamalısan. Məşq eləməlisən. Əlin yatmadı üstü. Gözüm, adi bir şey atdım. Heç mənə adiyyatı yoxdur ki, bu burada toxunacaqdır, toxunmayacaqdır. Ardım bir dənə sizin üçün görünüşü götürdüm. Yəni, burada əlavə mən xətt atmışam. Mən öz üsulumla analiz eləsəm, baba, öz üsulumla analiz eləsəm, var ha, bu düşüş, baba, bu düşüş var ha, bax, kəllədən, baba, heç nə demirəm. Bax, kəllə hissədən düşüş var ha. Bu kəllə hissədən düşüş öz üsulumla analiz eləsəm, mənim tələbələrim bir. Siz ətdinan altı şoka düşəcəksiniz. Belə mən analiz elədim ki, o analiz hələ indiyəncən görməmişsin. Yəni dostlar, hələlik hamıya uğurlar, bol qazançlar dostlar. Bunu artıq pozuram, artıq bu haqda biz danışmayacaq dostlar. Bu haqda bir dənə X biz danışmayacaq, qutardı. Yəni kimsə istəsə qeyd edər, gələcəkdə gəldikdə, neynədikdə bunlar hamısı var, videoda var. Hissələrdə qeyd olunub, ətraflı çəkilib, necəsə olub, çəkmişəm və kimsə istəsə saxlaya bilər və maksimumda da qalxsa biz gözləyəcək ki, bu maksimum qalxsa ki, bu bizim xəttimiz, bizim rol oynaya bilər. Tam ki, qiymət gəldi buralarda 138 mindən nə qədərsə 140 mində düşüş verdi. Sən artıq bunu bilməlisən. EMA və s. səni göstərməməlidir ki, buralarda düşüş verəcək. Ondan əlavə, bu xətdən əlavə qalxış zamanı mənim analiz üsulumla əlavə bir dənə özümüz üçün ölçülər olur. Hansı ki, yanvar ayında dəfələrlə qızıl ilk maksimumuna qalxdıqda hər bir maksimumda biz dönüşü gözləyirdik. Hər bir maksimumda dönüşü gözləyirdik. Bizə indikatora ehtiyac yoxdur. Hər bir maksimumda biz dönüşləri gözləyirdik. Ən azından 20 yerdən 16-sın 15-in biz görürdük. 20 yerdən 16-15-in biz görmüşük. Ən azından. Demirəm, hər dəfə elə qalxır, elə düşüş, indi olacaq, düşüş, indi olacaq, düşüş. Yox. Yox. Qiymət ilk maksimumunu keçirsə biz bilirik düşüş harda olacaq. Bax, burada tutalım ki, sizin birinci sadə üsulla xəttimiz. Bizim analiz, əgər buranı keçsən, nə biləcəksən düşüş harda olacaq? Hər dəfə sel verəsən, yox. Bizim ona uyğun başqa cür işarələrimiz olub, başqa ölçülərimiz olub ki, bilirik ki, ən azından 2 yerdən, 3 yerdən düşüşləri gözləyirik. Bildinizmi dostlar? Bunu eləmək üçün hər bir trader onu bacarmır. Deyir ki, şampitil atmamış. Biz şampitil atmamış, təqribən baxırıq ki, haralardan dönüş ola bilər. Qurtardı. Hələlik gələn videolara gedəm. Sadəcə elə belə çəkdim, axırıncı dəfə pozurdum deyənə bunu. Yəni, buradakiləri pozacam ona görə. Hələlik.